Salam hər kəsə, bugün Şərq Bazarı yaxınlığında yerləşən İstpark rezidensidəyəm. Bizim burada 180 kvadrat metr sahəsi olan bir təmir layihəmiz var ki, bugün də bu təmirin sonuncu mərhələsi olan parket montajına gəlib çatmışıq. Biz bu mənzildə mühəndis lövhəsində üst tutmuşuq və 3 fərqli mühəndis lövhəsi modelindən bu mənzildə istifadə edəcəyik. Ona görə də əsasən bu mənzili seçmişəm ki, sizə də maraqlı olsun və siz artıq bu lövhələrin nə olduğunu keçən videolarımızdan da bilirsiniz. Bu videoda sadəcə bu mühəndis lövhələrinin dik düzərinə necə montaj ediləcəyini çəkib sizinlə paylaşacağam. Elə isə gəlin keçək mənzilə və prosesə başlayaq. Əgər siz mühəndis lövhələri haqqında olan videomuzu izləmişsinizsə, artıq bilirsiniz ki, bu parket növü həm beton, həm də dik düzərinə montaj edilə bilir. Yəni isti döşəmə də uyğundur, amma bizim bugünkü parket olan səthlərdə isti döşəmə yoxdur, radiatorla isinir. Yalnız keramogranit olan hissələri biz isti döşəmə ilə təchiz etmişik. Mühəndis lövhələrini 1 və 2 komponentli yapışdırıcılarla montaj etmək mümkündür ki, bizim bugünkü yapışdırıcımız 1 komponentli Bergenmont yapışdırıcıları olacaq. Parket montajında biz Bergenmont markasının bu yapışdırıcısından istifadə edirik. 3 ədəd 7 kiloqramlıq içində məhlul var. Montaj prosesinə başlamadan öncə diklərin cilalanması mütləq şərtdir. Gəlin başlayaq diklərimizi cilalamağa. Hal-hazırda diklərin cilalanması prosesi davam edir. Mən isə sabah mənzilə təkrar baş çəkəcəm. İndi isə yapışdırıcının necə istifadə olunduğuna baxaq. Gördüyünüz kimi ustalarımız artıq parketin montajına başlayıblar uşaq otağında. Gəlin sizi bu proseslə daha yaxından tanış edin. Cilalama işlərimiz yekunlaşdıqdan sonra sifarişimizlə parketin düzülüşlərini təyin etdik. Beləliklə zalımız chevron formada, yəni fransız yolkası kimi bildiyimiz formada düzüləcək. Yataq və uşaq otaqları isə diagonal, rezbeşka kimi bildiyimiz formada montaj ediləcək. Qardırop otaqları isə həm uşaq otağında, həm də əsas yataq otağında olduğu üçün onları da elə həmin otağın döşəməsinə uyğunlaşdıracaq. Amma onu da qeyd edim ki, qardırop otaqlarının parketi yataq otaqlarının parketindən fərqlidir. Yəni fərqli bir model orada istifadə etmişik. 14 gün çəkən montaj prosesimiz nəhayət ki yekunlaşdı. Mənzilin bütün otaqlarında parket işlərimiz tamamlanıb. Hal-hazırda zal hissədəyim və biz burada parketə necə başlamışıq, montaja hardan start vermişik, onu çəkib sizinlə paylaşmaq istəyirəm. Burada keramogranitlə parketin birləşmə xəttini görürsünüz. Bu hissədə bütöv formada parket olmasına xüsusi diqqət yetirdik və diqqət etsəniz, keramogranitlə parketin birləşməsində hər hansı profil istifadə olunmayıb. Burada biz Cosvik markasının chevron formasında düzülmüş bir parketindən istifadə etmişik. Onu da qeyd edim ki, Cosvik markasının bu məhsulunda son tanımlanma işləri sintetik lakla deyil də yağ vasitəsilə həyata keçirilib. Bura mənzilin əsas yataq otağıdır və döşəmədə istifadə etdiyimiz parketlər böyük ölçülü plitələrdir ki, biz də onları diagonal formada montaj etmişik. Amma büdcəyi müəyyən qədər qənaət etmək üçün sifarişçi ilə qərarlaşdırdıq ki, biz qardırop otağının döşəməsində də bu parket dilimlərinin görünüşünü davam edək, amma başqa bir parketdən istifadə edək. Eynilə bu xəttin davam etdiyini görürsünüz, sadəcə orada olan teksturalar daha kiçik ölçülü parket dilimlərinə oxşuyur. Amma plitənin özü elə demək olar ki, burada istifadə olunan parketlə aşağı-yuxarı eynidir. Keçid xəttini də gördüyünüz kimi belə bir səliqəli formada tamamlamışıq. Bu da qapının alt hissəsində qalmış olacaq. Ümumi otağın görünüşü bu formadadır. Diagonal olduğu üçün otaq daha da vizual olaraq geniş görsənir. Və son olaraq mənzilin uşaq otağındayam. Eyni ilə yataq otağında olduğu kimi burada da otağın əsas hissələrində biz diagonal formada böyük ölçülü parketlərdən istifadə etmişik. Amma qardırobda isə daha kiçik ölçülü, görünüşlü parket növündən istifadə edərək bu otağı da tamamlamışıq. Çəkib elə buranda sizinlə paylaşım. Gördüyünüz kimi eyni forma burada da davam edir. Döşəmədə belə bir birləşmə xəttimiz mövcuddur. Bu da qapının altında qalacaq. Qardırop otağının iç hissəsi
və otağın əsas görünüşü. Düşünürəm ki, parket montajı haqqında qısa da olsa sizə məlumat verə bildim. Bugünkü videomuz bu qədər idi. Növbəti videolarda görüşənədək. Sağ olun, salamat qalın.